Bakı şəhərinin Sabunçu rayonu Bakıxanov qəsəbəsi Əliyev küçəsi ev 18A ünvanında fəaliyyət göstərən fiziki şəxs Ağali Məmmədoğlu Axundova məxsus Ağac Şadlıq evində plandan kənar yoxlama aparılıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, yoxlama zamanı Şadlıq sarayında qonaqlara təqdim edilən dana ətinin əslində baytarlıq sənədləri mövcud olan camış əti olduğu müəyyən edilib. Menyuda bu barədə hər hansı məlumatın olmaması istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilir. Camış ətinin qida təhlükəsizliyi baxımından risk yaratmasa da, bu vəziyyət müştərilərin aldadılması anlamına gəlir. Yoxlama zamanı, həmçinin soyuq qəlyanaltıların hazırlanma sayəsində işçi masalarının səthində zədələnmələr, mətbəx rəflərində isə korroziya aşkarlanıb. Digər sanitar texniki və gigiyenik tələblərin pozulması da diqqət çəkib. Faktla əlaqədar olaraq müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib. Nöqsanların aradan qaldırılması üçün məcburi göstərişlər verilib. Həmçinin Şadlıq evində hazırlanan yeməklərdən nümunələr götürülərək laboratoriyaya göndərilib. Dilbər Vüqar qızı, Bölgə TV.